Herkese salam dostlar, mən Yusif. Ben istəyəndən gördüyünüz kimi Minecraftda həyatda qalıram, 4 çəkirəm. Deməli, evimiz saatımız belə qalmışdı. Madenimizi qazanmamışdıq. Günlərdə maden falan qazacaq. Bura heyvan falan dolduracaq. Buranın qapısını örtüm. İndi bizə kutudan şey götürək. Maden falan qazacaq. Ona görə balıq tuta bilərik. Nə görə bizə nə lazımdır? Bir dənə çubuq, daşımız yoxdur. Yoxdur. Elə bir dənə bizim kazmamız falan bu kutuda var idi. Var idi. Şunda onlar elə dursun burada. Bundan da götürüm. Yeri qaçacaq. Tez yavaşdan başlayaq qazaq. Daş əldə edək ki, lazım olacaq. Mənim də kanalıma abunə olub, videomu bəyənməyi yaddan çıxartmayın. Nəsə gündür video çəkib atamıram, vaxt eləyəm. Yadımdan çıxır da. Bundan sonra videolar çəkib atacağım. Bu videodan sonra bir qorxu videosu çəkib atacağım. Slenderman videosu çəkib atacağım. Slenderman 2 vardı, o vardı oyun. Onun videosunu çəkib atacağım. Onu qurtaramamışdıq da. O oyunda da 3 dənə karakter öldü. Biri uşaqdır, biri qızdır, biri də arvaddır da. Bu üçü qoymur bizi qaçaq. 8 dənə kitab yığıb oradan qaçacaq deməli. Ona görə ki, yükləyirəm, oynayaq. Siz də məni izləyin, maraq alın. Ya öyrənin. Yavaşdan buradan çıxıram. Daş falan qaldı. İndi daşla vəziyyətə baxacaqdır. Bizə nə lazımdır? Ət lazımdır. Yeyək. Ətimizi yedik. Baxıram daşla hələ də çox şey eləməyə gerək yoxdur. Bizə əslində ip lazımdır. İpdəki təcrübə lazımdır, düzəldə. Təcrübə də tapa bilmirəm. Ona görə bu daşlardan nə edə bilərik, bilmirəm. Dursun. Biz kərdimizi böyüdək birər. Evimizi gözəlləşdirmişim hələ ki. Kərdimiz belədir, evimdən bəyəndiyiniz. Valla belə eləyirəm yenə. Yaşı olsun, bunlar da yetişir. Gelir də. Öləcəm mən, tez. Özdə tez də yetişir. Bayaq qobatdım. Tez yetişdi. Bunlar indi mənə lazım olacaqdır. Bunlar yekəlir, qəşəng bir şeydir. Nəsə. Bizim bunu yeyək, qəşəng bir şeydir. Valla ip tapamıram. İp tapsam qəşəng olacaqdır. Hər şeyi elədik. Bir dənə də kule eləmək istəyirəm. Evimin arasından. Elə buradan eləyəcəm. Burada yaşayacağım. Bizə nə lazımdır? Bilirsiniz uşaqlar. Kömür falan lazımdır. Madem kömür bunlar olsa işimiz asandır. Valla. Bilirsiniz. Mən gedim yatım. Sonra durum. Deyim də nətər. Bizdə pişmiş ət yoxdur ki. Kömür tapanmadığımdan heç də yandıram. Bir dənə bura yandı tutar. Bəlkə ətlə yandırmaq olar, o da olmur.
Nə qoyaq içinə yansın. Şimdi kutumuzda yer şey değil, bakın gece kurtlar da geldi. Ben tez yatmalıyım, yatmasam alınmayacaq bu iş. Yat. Neyse dostlar, ben şeyliyim, gedim kömür falan tapacağım. Bunları bir yerlə yerləşdirəcəm, sonra sizi kayda açacağım, görərsiniz, yəni baxarsınız. Dostlar, mən getdim, yəni madəmizət axtardım, elədim, evə təzədən girdim, videonu açdım. Yəni mən yalan demirəm də. Yəni deyərsiz, evin içində kaydı başlatdı, evin içində də şey oldu. Aha. Bu nədir? Ana. Gördünüz kimlər gəldi? Ana şeyim o nə? Bir dəqiqə. Ana qəhlə yetirir. Gəlin bura. Aha. Sizin o dostunuz getdi, gəl bura. Buradan geldi. Bu öldü, bu heç. Bu indi buralarda bir yere ip atmalıdır ki, ip burada qopubdur. Aha, ip də tapdım. İpi də keşf elədim. Gördünüz dostlar. Gəl. Dostlar, bura kasp yer değil. Yani indi birazdan size her şeyi açıklayacağım. Ben indi buradan köçəcəm də. Başka bir köye gedəcəm. Burada yaşam yoxdur, ancaq ağac, su. Ya madem də tapamıram. Pis deyil o, su falan var, her şey var. Ama burada heç də edə bilmərəm. Köyə yerləşsəm kömək də ala bilərəm. Ona görə buradakı hər şeyimi götürəcəm. Buradan taşınacağım da, yani bildiğiniz. Ben yavaştan her şeyi yani qıracağım. Bu 2 dənə buna nə deyirlər? Dəvələrə qədər götürüb buradan gedəcəm başqa bir yerə. Yəni hələ istəyirəm. İstəyirəm ha, yoxsa eləmərəm. Yavaşdan bəlkə köçək. Qərarım verəmirəm. Bəlkə köçüm yəni dedim. Siz fikirləşin və yazın yorumlara. Heç nə dostlar, mən qərarımı verdim. Buradan köçürəm, hər şeyimi götürüm və videomu başlatacağım təzədən. Dostlar, yəni hər şey fikirləşdim, elədim, amma buradan köçmək hələ də asan olmayacaqdı. Yəni mən burada hər şey götürsəm, baxın bu sandığa yığılmayacaq da. Heç də edə bilməyəcəm. Ona görə məcbur burada qalacağım və neçə günlərlə burada ev falan tikəcəm, kule falan. Ona görə mən indi qalacağım, getməyəcəm. Heyvan da tapdım, ip də tapdım. İndi bu heyvanları qətlə yetirəcəm, onsuz da lazımsızdır. Gördünüz? Qətlə yetirəm. Biraz sudur, buranın torpağından tezliklə bağlamalıyım. Buraları bağlayacağım ki, mənə rahat olsun. İndi torpaq qıracağım. Yəni bir dənə kule tiksəm, biləcəm ki, istədiyim hər şeyi eləyə bilirəm də. Təkcə bir dənə kule. Kule tiksəm, mən razı qalacağım özümə. Biləcəm ki, mən hər şeyi eləyə bilirəm. Əlimdən hər şey gəlir. Burada iplər falan var. Bunlarla evcilleşdirəcəm, eləyəcəm. Domuz əti zadı yeməliyəm, hə? Əl görüm, gözəl inək. Ay, gözəl inək. Gəl. Sən heç yerə çıxanmazsın, müldəmə. Mən taxta falan qıracağım indi. Kule eləyəcəm. Taxta ilə eləyəcəm. Daşı mən eləyəmmərəm. Taxta hər yerdə yəni çoxdur da. Hər yerdə taxta var, daş var. Bunu düzəltdirəcəm. Bu gəlsin mənə.
Taxta bir dənə belə. Daşımızı da alaq buradan tez. Bunu eləyək. Bir də bunu eləyəcəm. Bunları bura qusacağım. Qus. Lazımsız şeyler. Yavaştan taxta qıyıram. Siz də kanalıma abone olub videomu bəyənin. Biraz taxta yığım gələcəm. Dostlar biraz şey yığdım. Taxta yığdım. İndi torpaq qazıram, buranı qazıram ki şey deyim. Kuleyin buradan ne diyeceğim. Bəziləri yorumlara yazarsınız ki yaratıcı modda tez girib taxtalar qırır. Mən yaratıcı modda girməmişəm. Görürəm ki sübut eləyəməyəcəm. Göstərim də yəni. Bayaq burada ağaçlar yox idi. Bunları qırmışam. Hələ yerə şey də düşüb, ağaçlar da düşüb gördüyünüz kimi. Yerə düşən ağaçların hamısını da əkmişəm. Baxın da hamısını yerə əkmişəm. Nəysə. Gecə düşür, tez yatım durum ki kuleyimizi tamamlayaq. Mən demirəm ama bəziləri isə elə deyil. Bəlkə bəziləri də bilmirim. Mən yaratıcı modda eləməmişəm amma hələ deyirəm da. Eləmərəm də. Niyə eləyirəm ki? Nəyimə qalsın. Buradan indi taxtalar qoyuram. O tərəfdən belə aslında yekəlsin. Mənzərəyə baxayım, mənzərə. Yəni gəlsən burada əyilsən, mənzərəni izləyirsən. Nəsə gəlir, biz burada yatırıq. Yataq duraq. Yatdıq duraq. Bunları yandıracağım. Yemək yedik. Hə, şey yiyəcəm. Bunlardan çoxlu odun edəcəm, sonra kuleyimi tikəcəm yavaşdan. Görürüm 3 mərtəbəli eləsəm eləyəcəm. Daş lazım olacaq. Yani bizim evimiz yanında. Bilək ki evimiz harda. Kuleyimiz evimiz yox. Kulenin girişi buradan olacaq, belə əslində qalxacaq yuxarıya. Yaxşı. Hardan qoyaq pəncərəni? Hardan bir dənə sola. Yəni belə olmaz. Ən qəşəngini qırmaqdır. Pəncərələr axırda eləyək. Vallahi dostlar deyəsən bu boyda yüksəklik bəs eləyir də məncə. Ya eləmir. Sizdə eləyir yoxsa eləmir. Yəni ta bu boyda da bəs eləyir də. Çünki taxta görməyəcək bir də. Taxta da lazım olacaq.
İndi mən bura çıxdım, nə təyin buradan düşüm yavaşdan. Aha, belə düşdük. Dedim tez qapı falan düzəlteyim. Bir dənə bunun 4 dənə bəs edir. Bundan 4. Bu boyutdan bəs edir. Bir dənə də qapı, bir də bundan düzəltdik. Deməli, bunlar lazımdır bizə. Kulemiz üçün lazımdır. Aha, belə. Buradan girişidir. Hədə. Saçdım. Qapı hanı? Buradan belə girişimiz olacaqdır. Buna da belə qoyacağım. Vallahi süper oldu özümü. Süperin süper oldu. Pilləkən var deyə gözlə. Pilləkən eləyəcək. Basamaq qoymayacağım, onlar mənə lazım olur. Bunlar lazım olur. Əlimin ayarı yoxdur. Bu qaçmaq şeyinə vuranda əlimin ayarı yoxdur. İndi nə təyirləyəcək? Belə qoyacağım, bir də belə qoyacağım. Belə çıxa bilərik. Çıxarıq. Birini belə qoyacağım. Belə qoyacağım. Belə qoyacağım. Belə qoya gedəcəm də. Prosta başıma qoyduğum şeylər mənim arasıca verəməsin. Bunları qırım. Əlimin ayarı yoxdur. Bayaqdan tak qataraq qoyuyorum. Bunları da belə qoyaq. Hədə. Nəsə olur. Deyəsən alındı. Alındı. İndi biraz da tahta lazımdır. Kulemizin bir də şeylərini qoymalıyam. Pəncərələrin əslində nətər qoyacam bilmirəm. Bunu belə edək. Buradan içərsin. Qoyduq bura, indi təzdən çıxdıq. Yox, buradan qoymayacağım. Buradan qoyacağım. Buradan qoymayacağım. Bağımızda 2 adım atan kimi çatır. Aha, kutu orada yürüttü. Bir de buradan koymuşam. Bir de buradan koyacağım. Aha, buralardan da koyduk. Aşağıdan koyacağım. Kulemiz hazırdır. Gördüğünüz kimi. Ədə sənin var yoxu. Belə bu nədə? Qorxdum elə məşğuldum. Buna mən niyə belə eləmişəm? Qorxdum. Neyse buna şey değil. Belə qoyuyum, bir tane gələrəm düşərəm burada. Neyse.
Kulemiz hazırdır. Yani yukarıya çıkaq. Dəyim. Bet qorxmayın. Hələlik kulemi verirəm. Hələlik verirəm. Sonradan düzəltərik. Neyse. Heyvan gətirənmədik. Sonra gətirəcəm da indi. Hər şey hazırdır. Orada toxumumuz yetişib. Toxumumuzu da gedim götürüm. Alacam özdə və yeməyimi də doyuzdurum. Neyse dostlar, videom bu qədər idi. Yəni bugün kula tikdik. Çox qəşəng oldu. Vallahi. Əziyyət çəkdik. Sonraki bölümdə dəqiq deyirəm. Bax sizə dəqiq deyirəm. Heyvanları dolduracağam. Buraları yeşəldəcəm. Sonra buraları beləsi toprağından düz eləyəcəm. Toxum əkib yeşəldəcəm, biçəcəm. Balıqlar tutacağam. Hamısı bugün reallaşacaq. Burada olan taxtanın hamısını yox edəcəm. Təzə evlər inşa edəcəm. Köylülər gətirəcəm bura. Nəsə. Videom bu qədər idi. Kanalıma abone olub, videomu bəyənməyi yaddan çıxarmayın. Yorumlarda da qəşəng videolarımı dəstəkləyin eləyin falan. İnşallah Minecraft həyatda qalan 5-də gələcəkdir. Bu videodan sonra qorxu videosu çəkib atacağam. Sizə söz verirəm. Nəsə, videom bu qədər idi. Özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın.